Ben bu yaxınlarda bir televizyonda oldum. Televizyonda panellərimdən biri özellikle İran üzerinden Netanyahu İsrailini oldukça tərifləyirdi. Ben ondan fikir tartışmasında üzə gəldim. Təbii ki, biraz sərt davrandım. Çölə çıxanda mənə dedi ki, biz imkan vermərik Türkiyə Azərbaycana girsin. Həmin adam televiziya rəhbərliyi tərəfindən müdafiə olundu. Mənim mövqeyimi Türkiyənin mövqeyi kimi dəyərləndirib və sizin də Azərbaycanda söz sahibi olmağınıza biz imkan verə bilmərik dedi. Bugün Azərbaycanda gerçəkdən Türk dünyasını hədəfləyən, Cumhurbaşkanı Sayın Əliyevin dediyi kimi Türk ailəsi uğrunda mübarizə aparan dövlət məmuru tanıyırsınızmı? Bugün Cumhurbaşkanımız Türk ailəsi uğrunda mübarizə aparırsa, sənədlər imzalayırsa, onun uğrunda mübarizə aparacaq məmur yoxdursa, dövlətin qurumlarında işləyən adam yoxdursa, o necə icra olunacaq? Bugün Azərbaycanda Atatürk təhqir olunur, qarşısı alınmır. Sayın Erdoğan Azərbaycanda dəfələrlə təhqir olunub, sanki adi bir vərdiş halına keçir. Türkiyə addım başı dövlət olaraq təhqir olunur. Heç kimin vecinə deyil. Kiminsə, hansısa tədbir gördüyünü, onun qarşısını aldığını mənə deyə bilməz. Nazirliklərdə durum acınacaqlıdır bu baxımdan. Qarabağda hər kəs bilir ki, Türkiyə-Azərbaycan ortaq siyasi iradəsi qalib gəlib. Amma Qarabağda çox saylı şirkətlər çalışır, hamının gözünə Türk şirkətləri girir. Türkiyə şirkəti orada nə gəzir, deyirlər. Diqqət etmişsiniz yəqin ki. Siz də bir gözəl bilirsiniz ki, 1918-ci ildə Bakı Azərbaycan deyiliydi. İşğal altındaydı. Erməni, Rus çətələri, İngiliz ordusu buradaydı. Bakı Azərbaycan deyiliydi. Ümumiyyətlə Azərbaycan yox idi. Gəncədən Bakıya qədər Azərbaycan edən Nuri Paşanın rəhbərliyində Qafqaz Müsəlman ordusu deyilidimi? Azərbaycanı azad etməklə yanaşı Azərbaycanın mərd, ərən övladlarını həm də ordu halında formalaşdırırdılarmı? Və nəhayət də Bakını azad etdilər, doğru mu? Nuri Paşa rəhbərliyində Bakı azad olmasaydı, demokratik cumhuriyyət qurulmasaydı, Sovetlər Birliyi dövründə yəqin Azərbaycan Sovet Sosialist Respublikası da olmayacaqdı, doğru deyil? Doğru. Bakını azad edən Nuri Paşadırsa, o dönəm Enver Paşanın Genelqurmay Başkanlığında bu siyasət həyata keçirilirdisə, bugün Bakının hansısa bir küçəsində Enver Paşanın ya Nuri Paşanın heykəlini ya da adına küçə görmüsünüzmü? Yoxdur. Dəfələrlə deyil. Mən yaşadığım binanın özü 20 yanvara doğru gedən küçə, Moskva prospekti adlanır. O prospektdə Moskva cinayət törədib, 20 yanvar qırğın törədib. O prospektdə, küçədə 1918-ci ildə 10 minlərlə soydaşımız öldürülür. Moskva tərəfindən, o çətələr tərəfindən. 1920-ci ildə aprel işğalında Bakıya girişdə o küçədə insanlarımız öldürülür. Amma bugün o prospektin adı Moskva prospekti sayılır. Həm də mən yaşayıram, mən xəcalət çəkirəm. Mənim adresimə məktub gələndə yazılır Moskva prospekti. Amma Azərbaycanda Nuri Paşanın, Enver Paşanın adını əbədiləşdirən hansısa bir yazıya rast gəlirəm? Yox. Yoxdur. Digər tərəfdən, deyirlər ki, o zaman Azərbaycan Türkiyə Cumhuriyyəti qurulanda qızıl göndərirdi Türkiyə, düzdürmü? Təbii ki, bu faktdır. Millətin Türkiyə sevgisi heç zaman tükənmədi. Hər zaman oldu, var, olacaq. Amma o qızılları Azərbaycandan göndərən bizim insanlarımız, atalarımız, analarımız bilmirdilərmi ki, onları azad edən il olardı da, göndərəndə nə olacaqdı ki? Azərbaycan dövlətinə qızıl göndərdi, ya Türkiyə Cumhuriyyətinə qızıl göndərdi, fərq var idi. Deyirlər ki, Türkiyə Azərbaycana neft üçün gəlib və bu nefti azad edən Türkiyə deyil idimi? Bakı azad olmasaydı, Azərbaycan petrolu Azərbaycan olacaqdı, yox. Və yaxşı, o petrolu da azad edən Türkiyədir də. Və onda sən Türkiyəni nə ilə itham edirsən? Qarabağ azad edilməkdə bir yerdə oluruq.
Orada Türk şirkətləri iştirak edir, onları ittiham edirik. Azərbaycan petrolunda Türkiyə 2 tam nə qədər pay ayrılır, Türkiyə ittiham olunur ki, Türkiyə Azərbaycanda petrol aldı. Belə bir durumda bugün onların cavabını verəcək Azərbaycan televizyonunda kimsə var, yox. Azərbaycanın təbliğat maşinasında bu istiqamətdə iş aparan var ya yox, yox. Məhz belə bir Azərbaycandan danışırıq ki, o Azərbaycanda Azərbaycanın bütün düşmənləri söz sahibidir. Dövlət qurumlarının bütün təpələrində onlar oturub, amma Türkiyə xalq arasında %90 sevgiyə nail olduğu halda, millətin Türkiyəyə %90 sevgisi olduğu halda, Azərbaycan dövlətinin idarə olunmasında ortaq Türk məfkərəsinin, onun Türk dünya görüşünə sahib olan, Prezidentimizin dediyi kimi Türk ailəsi uğrunda mübarizə aparan 4 dənə məmurun adını çəkmək olur. Azərbaycanda parlamentlərdə bəli, Turançı, Türkçü tanınan, Azərbaycan siyasi xadimlərinin arasında tanınan adamlar var ki, Ramiz Mehdiyev məsələsində Ramiz Mehdiyevin yanındadılar. Əgər onlar Ramiz Mehdiyevin yanındadılarsa, onların türkçülüyü və Türk ailəsi uğrunda mübarizəsi yalandan başqa bir şey deyilmi? Bugün Azərbaycan bu durumdadır. Saxtakarlıq üzdə bir cürə görünüb, arkada Azərbaycan dövlətinin ali prinsiplərinə qarşı mübarizə aparan 10 minlərlə insan var. Onlar söz sahibidir, onlar parlamentdə oturur, nazirdirlər, məmurdular. Bu baxımdan da mən hesab edirəm ki, Ləman xanım, Azərbaycan dövlət başçısı təcil olaraq Azərbaycanın ali prinsiplərini əsas götürərək Azərbaycanda FETÖ yapılanmasının belini qırmalıdır. Bütün görevlərdən onları təmizləməlidir. Müsaadindən maliyyələşən bütün qurumların fəaliyyəti qadağan olunmalıdır. Soros'un bağlantılı olan, söz sahibi olan qəzetəçilər, siyasi partiya xadimlərin fəaliyyəti dayandırılmalıdır. Pedofillərlə, LGBT-çilərlə iç-içə olan bütün insanlar görevdən alınmalıdır. Bununla yaşın Moskvaya bağlı olan hər kəs Azərbaycanda artıq söz sahibi olmaqdan məhrum edilməlidir. Fars-faşist güclərinə bağlı olanlar da sıradan götürülməlidir. Azərbaycanın ali prinsiplərini, dövlət maraqlarını əsas götürən, heç bir qüvvəyə bulaşmayan, ortaq Türk məfkürəsinə, dünya görüşünə sahib olan insanlar az da olsa görevə gətirilməlidir və yeni bir məktəb formalaşmalıdır ki, o məktəbdə bu cürə dünya görüşü daşıyıcıları olan kadrolar yetişsin, formalaşsın, Azərbaycanın gələcəyi təminat alınsın. Bu addımları atmasaq, bu adamları görevdən almasaq, addım başı Azərbaycan təhqir olunacaq, addım başı Azərbaycan dövlət çevrilişinə sürüklənəcək, qısa zamanda Azərbaycanı dövlət çevrilişində boğacaqlar və məhv edəcəklər.